Deməli, uşaqlar, bugün danışacağıq sizlə ikinci dərəcəli üzvlər. Biz baş üzvləri keçdik. Dedik, baş üzvlər nədir? Mübtədadır, xəbərdir. Mübtəda ilə xəbər bizim baş üzvümüzdür. Mübtəda haqqında danışılanı bildirdi. Xəbər isə mübtədədə ifadə olunan hərəkəti ya da hökmü bildirdi. Bir də ikinci dərəcəli üzvlərimiz var. İkinci dərəcəli üzvlər hansılardır? İkinci dərəcəli üzvlərimiz təyindir, tamamlıqdır, zərflikdir. Təyinin işarəsi bax budur uşaqlar. Təyinin işarəsi budur. Bax, dalğalı xətt. Bax, bu şəkildə. Təyin. Sonra tamamlığın işarəsi qırıq-qırıq xəttlə göstərilir. Zərfliyin işarəsi isə düz xətt və altından dalğalı xəttlə göstərilir. Mübtədanın işarəsi düz xəttli idi, xəbərin işarəsi də 2 dənə düz xəttli idi. Yəqin bura qədər aydındır. Bunların işarələri aydındır. Bax, bunlar bizim cümlə üzvlərimizin işarələridir. İndi keçəcəyik ikinci dərəcəli üzvlərdən təyinə. Bu təyin nə olan şeydir uşaqlar? Təyin nə inir cümlədə? Cümlənin ikinci dərəcəli üzvü olan bu təyin, necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarına cavab verir. Baxın, bu sualların hamısı təyinin suallarıdır. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci və cümlədə isimlə ya da isimin xüsusiyyətlərini daşıyan sözlərlə ifadə olunur. Baş üzvləri və yaxud da ikinci dərəcəli üzvləri təyin eləyir. Adına baxın, təyin. Təyin eləmək. Görürsünüz, adı üstündə. Təyin. Deməli, təyin nə edir? Cümlədə isimlə və ya isimin xüsusiyyətini daşıyan sözlərlə ifadə olunur. Hər hansısa bir cümlə üzvünü təyin eləyir. Sualları nə oldu? Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci. Gəlin baxaq. Deyirəm ki, mən qızıl üzük aldım. Nə etdim? Aldım. Bizim xəbərimiz. Alan kimdir? Mənəm. Mübtədamız. Mən nəyi almışam? Nəyi? Üzük tamamlığımız olacaq. Uşaqlar, baxın, təyin eləyir. Mən hansı üzüyü almışam? Sualına baxın. Hansı? Qızıl. Görürsünüz? Qızıl sözümüz oldu təyin. Çünki üzük sözünü təyin elədi. İzah elədi. Əsas sualların yadda saxlayacaqsınız. Cümləni təhlil eləyəndə baxacaqsınız. Hansı suallar hansı cümlə üzvünündür. Deməli, təyinin suallarını bir daha deyirəm. Təyinin sualları hansı oldu? Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci. Gəlin başqa bir varianta baxaq. Mən 5-ci oldum. Yox, 5-ci olduğumda burada olmayacaq. Bir dəqiqə. Belə deyək, belə. Bir dəqiqə. Mən 5-ci sinifdə oxuyuram. Nə edirəm? Oxuyuram. Xəbər. Kim? Mən. Mən neçənci sinifdə oxuyuram? Neçənci? 5-ci. Görürsünüz? Neçənci? 5-ci sözü bizim nəyimiz oldu? Təyinimiz oldu. İndi bir cümlə yazacağım. Səs açacaqsınız, siz izah eləyəcəksiniz. Yəni, həmin cümlədə təyini bizə tapacaqsınız. Bu dağ gözəldir. Məhəmməd, təhlil elə görüm. Məhəmməd, təhlil elə görüm. Məhəmməd, orada gözəldir xəbər. Aha. Nə gözəldir? Ah. Bu. Gözəl Dağ. ol. Aha. Orada da müftəda. Aha. Orada təyini bu. Aha. Sual ver görək. Təyinə sual ver görək. Hansı da? Ay, sağ ol. Bu da əla. Bu nəyimiz oldu bizim? İkinci dərəcəli üzvümüz. Yəni təyinimiz. Məhəmməd, sual versə ki, təyinin ifadə vasitəsi nədir? Təyin nə ilə ifadə olunub? İsimlə. Bu nədir? Bu nədir? Bu. Sevinç, bu nədir? Əvəzliyi. Bəli, bəli. İşarə əvəzliyi. Bəli, düzdür. Məhəmməd özü dedi, işarə əvəzliyi. İndi Sevinç, sənə... Hə, indi Sevincə müraciət edirik. Cümləni yazaq. O
mənə dəri çanta verdi. Təhlilə görə Sevinç. Burada verdi xəbərimizdir. Aha. Kimə verdi? Mənə verdi. Yox, birinci xəbəri tapdın, xəbərdən sonra mübtədanı tapmalıyıq. Varsa mübtədanı. Verdi. Verən kimdir? Necə? Verən kimdir? Mübtədanı tap. O. Aha, mübtədanı tapdın. İndi keçək ikinci dərəcəli üzvlərə. Aha. Dəri çanta. Necə çanta? Hansı çanta? O mənə hansı çanta verdi? Dəri çanta verdi. Aysa, dəri sözü olur bizim təyinimiz. Çantanı, tamamlıq, nəyi tamamlıq? Kimə? Mənə də tamamlıq. İndi izah edəcəm tamamlığı. Deməli, dəri sözü oldu nəyimiz? Bizim təyinimiz. İndi keçirik digərinə. Səsləri bağlayın. Sonra uşaqlar, ikinci dərəcəli üzvlərimizdən ikincisi olacaq tamamlıq. Tamamlıq. Tamamlığın işarəsi nə oldu? Qırıq-qırıq xət. Qırıq-qırıq xət. Uşaqlar, bu tamamlıq cümlədə əşyanın məzmununu bildirir. Əşya məzmunu. Yəni əşya. Görürsünüz, əşya məzmunu. Və isimin adlıq və yəlik halından başqa, diqqətli olun, isimin adlıq və yəlik halından başqa bütün halların sualları tamamlığın sualıdır. Aydındır mı? Məsələn, digər yönlük halın sualı nə idi? Nəyə? Kimə? Aydındır. Nəyə? Kimə? Sonra nədə? Kimdə? Nədən? Kimdən? Görürsünüz? Nəyi? Sonra kim ilə? Nə ilə? Nə üçün? Diqqətli olun. Kim ilə? Nə üçün? Kim üçün? Kim haqqında? Haranı? Haranı sualı. Bax, ehtiyatlı olun. Haranı. Haranı sualı da tamamlığın sualıdır. Bunlar da oldu nəyin sualları? Tamamlığın. Yəni cümlədə bu sualların hər hansısa birinə cavab verən söz görsək, ona nə deyəcəyik biz? Tamamlıq deyəcəyik. Bu da aydındır sizə. İndi gəlin təhlil eləyək. Deyirəm ki, insanları bizə gətirdilər. Baxın, nə etdilər? Gətirdilər. Haraya? Bizə. Uşaqlar, bizə kimi gətiriblər? Kimi? İnsanları. Görürsünüz? İnsanları sözü kimi sualına cavab verdi və oldu nə? Tamamlığın sualı. Yəni tamamlıq. Aydındır mı? Deməli, tamamlığın sualı nə oldu uşaqlar? İsimin adlıq və yəlik halından başqa bütün hallarının sualları tamamlığın suallarıdır və həmçinin kim üçün, nə üçün, kim ilə, nə ilə bulardır. İndi 2 dənə cümlə yazacağım, siz təhlil eləyəcəksiniz. Beşinciləri təbrik etdik. Məhəmməd, təhlilə görək. Beşinciləri təbrik etdik. Etdik xəbərimiz. Təbrik. Təbrik etdik. Yox, təbrik etmək mürəkkəb feilimiz daxı. Xəbər gedəcək. Təbrik etmək xəbərimiz. Nə etdik? Bax, nə etdik? Təbrik etdik. Beşincilərdə tamamlıq. Sual ver görək. Kimlər? Beşincilər. Təbrik et. Beşincilərin kimləri? Və yaxud da kimi də verə bilərik, kimləri də. Kimi daha doğrudur. Kimi təbrik etdik, Məhəmməd? Beşinciləri. Beşinciləri. Aysa, beşincilər nə oldu bizim? Tamamlığımız. Yaxşı, Məhəmməd, soruşsa ki, tamamlığın ifadə vasitəsi nədir? Nə deyərsən? Say. Bəli, düzdür. Biz, belə yazın, biz hər şeyi unudacağıq. Sevinç, təhlil elə. Cümlə belədir. Biz hər şeyi unudacağıq. Mən götürdüm. Biz hər şeyi unudacağıq. Aha. Burada xəbərimizdir. Aha. Kim? Biz. Aha. Burada biz müstəda hər şeyi, nəyi
Aha, nəyimiz olacaq? Tamamlıq. Əla. Nəyi sualı, nəyin sualı idi? Tamamlığın sualı idi. Hər şeydə olacaq tamamlığımız. Yaxşı Sevinç, sorusdakı tamamlığın ifadə vasitəsi nədir? Nə cavab verəcəksən? Hər şeyi, mən işim. Hər şey. Hər şeyin nitq hissəsi olaraq nədir? Məhəmməd. Əvəzlik. Bəli, əvəzlik. Qeyri-müəyyən əvəzliklə. Bu da tamamlıq. Tamamlıq da aydın oldu mu uşaqlar? Əla. Uşaqlar, ikinci dərəcəli üzvümüz hansıdır? Zərflik. Zərfliyin işarəsi nədir? Birinci düz xət, altından da dalğalı xət. Bu da zərfliyin işarəsidir. Zərflik də bu işarə ilə göstərilir. Zərflik bəs nəyə xidmət eləyir? Zərflik də hərəkətin icrasını və yaxud da əlamətin meydana çıxmasını. Baxın, hərəkətin icrasını, yəni hərəkət nə tərzdə icra olunur, necə icra olunur? Hərəkətin icra tərzini, bir də əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Zərfliyin, məsəl üçün, müxtəlif növləri olacaq da. Necə ki, zərf keçmişliyi yadımıza gəlir. Nitq hissəsi olanda zərf keçdiyi, tərcə hərəkət zərfi, zaman zərfi, yer zərfi, miqdar zərfi falan belə şeylər keçdiyi. Bax, o zərflikdə də var. Zərfliyin də tərzə hərəkət növü var, zamanı var, yeri var, miqdarı var, kəmiyyəti var və s. səbəbi var, məqsədi var. Onları böyüyəndə daha ətraflı keçəcəksiniz. Əsas bilirik ki, zərflik nəyə xidmət eləyir. İndi baxın, bir cümlə yazın. Deyirəm, o cəld içəri girdi. Nə etdi? Girdi, xəbər. Kim? O. Uşaqlar, baxın. Suallarını demədim, üzr istəyirəm, suallarını da verək. Məsələn, sualları hansıdır, necədir, nə cürdür, nə tərzdədir, sonra məsələn, harada, haradan, hara ilə, sonra nə qədər, nə dərəcədə, baxır hansı növdür da, nə vaxt, nə zaman, haçan, nə vaxt, aydındırmı? Deməli, zərfliyin sualları hansı oldu uşaqlar? Tərzi hərəkət zərfliyindən söhbət getsə, elə siz ümumi suallar yadda saxlayın. Nə cürdür, nə tərzdədir, necədir, nə vəziyyətdə, sonra nə vaxt, nə zaman, haçan, sonra nə qədər, nə dərəcədə, hara, haradan, hara ilə, haraya və s. Bunlar da nə oldu? Zərfliyin sualları oldu. Baxın, girdi. Girən kimdir? Odur. O, haraya girdi. Baxın, haraya, içəri. O, nə tərzdə girib uşaqlar, nə tərzdə? Cəld. Deməli, cəldlə içəri bizim nəyimiz oldu? Zərfliyimiz oldu. Aydındırmı? Biz bu gün gedəcəyik. O surətlə danışır. Sonra deyək, qız tamamilə islanmışdı. Sonra dünən parka getdik. Sevinç, birinci cümləni təhlil elə. Biz bugün gedəcəyik. Hə, biz bugün Gedəcəyik. gedəcəz. Ben götürdüm. Köçür, tez elə. Gedəcəyik xəbərdir. Aha. Biz burada biz mübtədadır. Aha. Kim? Biz. Aha. Biz bugün Biz gedəcəyik. Biz sual ver görək bugünə. Bugün nə vaxt? Ay, sağ ol. Nə olacaq? Nə vaxt nəyin sualı idi? Təzərflik. Ay, sağ ol. Bugün oldu bizim nəyimiz? Zərfliyimiz. Gördünüz nə vaxt sualına cavab verdi. Məhəmməd, ikinci cümləni təhlil elə. O surətlə danışır. Necə? O surətlə danışır. O surətlə və
Danışır orada xəbərdir. O kim? O mübtədamız odur. Sürətlə də necə zərfli. Sən nə tərzdə görsən, nə tərzdə danışır. Necə sualını verdiyimiz kimi nə tərzdə sualını da verə bilərik. Olacaq nəyimiz? Zərfliyimiz. Sonra Sevinç üçüncü cümləni. Qız tamamilə islanmışdı. İslanmışdı. Burada xəbərimizdir. Kim islanmışdı? Qız islanmışdı. Burada da qız mübtədadır. Tamamilə necə islanmışdı? Nə qədər islanmışdı? Necə islanmış? Nə dərəcədə islanmışdı? Baxın, nə qədər islanıb? Tamamilə. Nə qədər olacaq nəyimiz? Tamamilə olacaq nəyimiz? Zərfliyimiz. Məhəmməd, 4-cü cümləni təhlil elə. Dünən parka getdik. Getdik xəbərimiz. Dünən nə vaxt? Dünən oldu. Nə vaxt? Nə zaman? Zərfimiz. Əlasan. Parka getdik. Hara getdik? Orada mübtəda. Haraya? Təyinimiz. Haraya getdik Məhəmməd? Haraya? Parka. Haraya? Zərflik. Yer. Yer bildirirsə nədir? Zərflik. Haraya sualı. Hara sual deyil, axı onun sualı. Haraya. Haraya nəyin sualı idi? Zərfliyin sualı idi. Haraya? Parka. Təyin görsünüz, təyin edir. Nəyisə təyin edir. Bax, desəm ki, Məhəmməd, dünən yaşıl parka getdik. Deyərsən müəllim, hansı parka? Şıqqıltını kəsin uşaqlar. Hansı parka getdik? Səsi bağlayın uşaqlar. Hansı parka getdik? Yaşıl parka. Orada yaşıl olardı təyin. Görsə, təyin edir ki, qırmızıya gedib, yaşıla gedib, böyüyə gedib, kiçiyə gedib. Məsəl üçün deyirəm də bu sözləri. Aydındır mı? Parka sözümüz oldu nə? Zərflik. Bütün deməli, cümlə üzvlərinin suallarını qəşin-qəşin öyrənirsiniz. Yaxşı uşaqlar. Bura qədər aydın oldu. Başlayaq görək uşaqlar B variantına baxaq. Cümlələrdə ikinci tərtibdə üzvləri müəyyənləşdirin. Birinci xəbər tapacağız. Qonşumuz sağlığı yaxşı idmançıdır. İdmançıdır. Burada xəbər olacaq. Kim idmançıdır? Toğrul. Mübtədamız. Necə idmançıdır? Burada yaxşı. Burada təyin. O təyin edir. Görsən, onun yaxşı, pis olmağını təyin edir. Görək, necə idmançıdır? Yaxşı. Yaxşı olacaq təyinimiz, ikinci dərəcəli üzvümüz. Sonra qonşumuz da qonşumuz. Hansı Toğrul? Hansı Toğrul? Qonşumuz Toğrul. Qonşumuz nə olacaq? Hansı nəyin sualı idi? Hansı? Təyin. Hansı da təyinli idi də? Yəni, yaxşıya necə, hansı sual? Təyinin sualları hansı idi? Necə, hansı və s. Sonra, bəli. Keçirik ikinciyə. Sahədə sərin külək əsirdi. Əsirdi. Burada həvəs. Harada əsirdi? Yox, birinci, baba, orasını düz deyirsən, Sevinç, gözlə. Birinci nə deyirəm? Xəbəri, sonra mübtəda varsa mübtədanı tap, ondan sonra gedək o biri cümlə üzvlərinə. Əsən, əsirdi. Əsən nə idi? Bir əsəni tap görək, əsən nədir? Külək. Sol, külək mübtədamız, sonra. Necə əsirdi? Sərin. Burada da təyin olacaq. Bəli, sərin külək, təyinimiz. Harada sahildə zərflikimiz. Sağ ol, bu da bizim zərfliyimiz. Əlasan. Keçirik 3-ə. Qəzetdəki məqalə maraqlıdır. Burada maraqlıdır. Xəbərimiz olacaq. Qəzetdəki məqalə. Mübtədanı tap. Qəzetdəki nə maraqlıdır? Birinci mübtədanı tap, maraqlıdır. Maraqlıdan sual ver. Kimə, nəyə, haraya? Bax, gör hansı var? Maraqlı olan burada nədir? Məqalə. Sağ, məqalə oldu mübtədamız. Çünki maraqlı olan məqalədir. Sonra. Qəzetdəki hansındakı? Hansı?
Hansındakı yox, hansı məqalə? Qəzetdəki, bəli, bu da təyinimiz. Əla. 4. Yaxınlıqdakı meşədə vəhşi heyvanlar olur. Burada olur xəbərimizdir. Aha. Hansı yox. Yox. Yaxınlıqdakı meşədə olur. Hansı meşədə? Birinci mübtədan tap. Olan nədir? Olan nədir? Heyvanlar. Bəli, mübtədamız oldu heyvanlar. İndi keç ikinci dərəcəli üzvlərə. Hansı meşədə yaxınlıqdakı Aha, oldu təyinimiz. təyinimiz. Burada da yaxınlıqdakı harada Aha. zəflik, meşə zəflik. Bəli, meşədə harada? Meşədə oldu zəflik. Aha, necə heyvanlar olur Sevinç? Necə heyvanlar? Görsən təyin eləyir. Bu da bizim təyinimiz. Aydındırmı? Məhəmməd C-yə də baxaq. C-yə baxaq, C-yə. Aşağıdakı cümlələrə sualın ikinci dərəcəli cümlələri əlavə edib genişləndirin. Mən birinci yazmışam. Axşam qonaqlar bizə gəldilər. Axşam qonaqlar bizə gəldilər. Birinci haranın sualı var da Məhəmməd. Belə yazaq. Bizə axşam qonaqlar gəldilər. Hara? Bizə axşam. Bəli, bu şəkildə doğrudur. Sonra. İkiyə gedən gəmi gəldiyi yerdə dayandı. Gedən gəmi gəldiyi yerdə dayandı. Aha, birinci hansı sualın ver, sonra harada sualın. Birinci hansı, sonra harada. Hansı gəmi gedən? Aha, gedən gəmi harada dayandı? Sahildə dayandı. Və yaxud da gələn gəmi, və yaxud izah edə bilərsən böyük gəmi və s. Aydındırmı? Sonra Dənizçilər qorxmurlar. Hərbi dənizçilər heç nədən qorxmurlar. bəli, hansı dənizçilər? Hərbi, nədən? Heç nədən. Doğrudur. Günlər bacısını indi çağırdı. Günlər kimi çağırdı bacısını? Nə zaman çağırdı indi? Aysa, Gülnar bacısını indi çağırdı. Çağırdı kim Gülnar? Kimi bacısını nə zaman indi? Doğrudur. Keçirik C-yə. C-yə. Cümlələrdə söz birləşmələrini müəyyən edin. Həmin söz birləşmələri hansı suala cavab verin. 1. O Raisin nənəsi tez-tez baş çəkərdi. Burada söz birləşməsi baş çəkərdi. Aha, xəbərimiz baş çəkmək frazemlə ifadə olunub. Mübtədən tapın. Aha, baş çəkən kim idi? Mübtədan tap görək kimdir? Raisin. Baş çəkən kimdir? Sevinç. Raisin. Cümləni bir də oxu, intonasiya ilə oxu. O, Raisin. Hə, mənim o. Bəli, odur. O, baş çəkən odur. Mübtədamız. Aha. Kimə? Nənəsinə. Kimə? O kimə baş çəkərdi? Bax, diqqətli ol. Qulaq as. O kimə baş çəkirdi? Kimə? Gör, kimdə orada? Kimə sualına cavab verən nədir? Kimə baş çəkirdi? Rasimin nənəsi. Ay, sağ ol. Olacaq tamamlığımız. Tamamlığımız söz birləşməsindən ifadə olundu da Sevinç. Söz birləşməsindən ifadə oluna bilər. Necə ki, burada baş çəkmək xəbərdir. Frazemlə ifadə olunub. Rasimin nənəsi də söz birləşməsidir. Söz birləşmələrini keçmişik də. Tamamlığımız da söz birləşməsindən ifadə olundu. Deməli, nə zaman, nə tərzdə? Tez-tez. Tez-tezdə olacaq nəyimiz? Zərfliyimiz. Bizə nə deyirdi? Deyə söz birləşmələrini müəyyən edin. Həmin söz birləşmələrin hansı suala cavab verir? Deməli, birinci söz birləşməmiz oldu baş çəkmək, yəni frazemimizdir. Xəbər rolundadır. İkinci söz birləşməmiz Rasimin nənəsidir. Bu da olacaq söz birləşməmiz tamamlıq rolundadır. Aydındırmı? Sonra keçirik ikinci cümləyə. İkinci cümləni Məhəmməd təhlil eləyəcək. İkinci cümləni. Bəli. Görüşdə qrupumuzun təqdimatı bəyənildi və burada bəyənildi xəbər. Əla. Görüşdə harada?
Burada olduğu təyin. Yox, Məhəmməd, bax, həmişə nə deyirəm? Birinci xəbər, sonra mübtəda varsa mübtədanı tapın. Elə getsəniz çətinlik çəkməyəcəksiniz. Bəyənildi mi? Mübtəda yoxdur burada. Niyə? Bəyənilən nə idi, Məhəmməd? Bəyənilən nə idi? Təqdimat. Bəyənilən nə idi? Qrupumuzun təqdimatı. Ay, sağ ol. Bəyənilən qrupumuzun təqdimatı idi. Deməli, mübtədamız nədir, Məhəmməd? Qrupumuzun təqdimatı. Görsən, söz birləşməsindən ifadə olundu. Harada bəyənildi? Harada? Zərf. Ay, sağ ol, bəli. Deməli, bizim söz birləşməmiz ikinci cümlədə oldu. Qrupumuzun təqdimatı və söz birləşməmiz mübtəda rolunda çıxış elədi. Nə sualına cavab verdi? Aydındırmı? Görürsünüz? Sonra keçirik deyə. Söz birləşmələri ilə ifadə olunan cümlə üzvlərini müəyyən edin. 1. Ağacın budaqları əyilmişdi. Əyilmişdi burada xəbərimizdir. Ağacın nəyə əyilmişdi? Budaqları. Nə budaqları? Burada mübtəda. Əyilən nə idi? Sevinç. Xəbərdən mübtədəyə sual verin. Əyilən nə idi uşaqlar? Əyilmişdi nə? Ağacın budağı. Ay, ağacın budaqları. Oldu bizim mübtədamız. Deməli, söz birləşməsi necə? Mən növbəm deyildi. Sən növbən idi. Sıra ilə bunu... Mən o ikiliyədi. Bildim. Bilirəm. Parçalayarak izah eləyəcəyik. Narahat olmayın. İkincini də deyil, Sevinç. Elxan fotoaparatın düyməsini bastı. Bastı burada xəbərimiz. Aha. Elxan basılan nə idi? Fotoaparatın düyməsi. Yox. Bastı. Kim? Elxan. Ay, sor. Elxan mübtədamızdır. Elxan nəyə bastı? Nəyə? Fotoaparatın Düyməsinə. Bəli. Nəyə sualına cavab verdi? Fotoaparatın düyməsi oldu tamamlığımız. Söz birləşməsindən ifadə olunan tamamlıq. Tamamlığımız söz birləşməsindən ifadə olundu. Məhəmməd 3-cü, 4-cü, 5-ci cümlələri təhlil et. Bulağın yanında söyüd ağacı bitmişdi. Burada bitmişdi. Nə etmişdi? Burada xəbər şeydir. Bitmişdi. Aha, bəli. Nə bitmişdi? Söyüd ağacı. Ay, sağ ol. Söyüd ağacı. Bəli. Harada yanında. Harada Məhəmməd söyüd ağacı harada bitmişdi? Harada? Söyüd ağacının harada bitmişdi? Bulağın yanında. Ay, bulağın yanında da olur zərfliyimiz. Deməli, 2 dənə söz birləşməmiz oldu. Uşaqlar, söyüd ağacı nə sualına cavab verdi oldu mübtəda. Bulağın yanında da harada sualına cavab verdi oldu zərfliyimiz. Aydındır. 4 Məhəmməd. Yarpaqların arasında üzüm salxımları görünürdü. Görünürdü xəbərimiz. Nə görünürdü? Üzüm salxımları. Mübtədamız üzüm salxımları. Üzüm salxımları harada görsəndi? Yarpaqların arasında zərflik. Əlasan. Bax, xoşuma gəldi. İndi mənim kimi izah elədim. Bax, 4-cü cümləni. Deməli, üzüm salxımları oldu mübtədamız. Nə sualına cavab verdi? Yarpaqların arasında da zərfliyimiz harada sualına cavab verdi. Əla. 5. Burada çəkirdi, nə edirdi xəbərimiz? Aha, diqqət. Nə çəkirdi, fikir çəkirdi. Yox, Məhəmməd. Ay, Məhəmməd. Nə çəkirdi xəbər? Yox, Məhəmməd. Yox. Nə çəkirdi, fikir çəkirdi. Burada mübtədamız. Məhəmməd, qulaq asmırsan mənə. Bax, frazemi demişdik parçalanmır. Frazem neyinir? Parçalanmır. Ay da, nə fikir çəkirdi, nə Ay, edirdi? sağ ol. Fikir çəkmək frazemimizdir. Fikir çəkirdi, nənə. Ay, sağ ol. Burada nənə mübtəda, gecə gündüz çəkirdi. Nə edirdi? Burada da zərfliyimiz. Nə? Estağfurullah. Nə olur mənim orada? Nə vaxt? Tamamı. Nə vaxt çəkir? Gecə gündüz. Nə vaxt zərfliyimiz? Zərfliyimiz olur nə vaxt sualına? Nə vaxt fikir çəkirdi? Gecə gündüz. Nə zaman? Bəli. Uşaqlar, frazemləri həmişə görəndə parçalanmayın. Yəni biraz da məntiqlə fikirləşin görün. Fikir nədir ki, onu çəkəsiniz? Görürsüz, məcazilik var yəni orada. Frazemdir. Fikir nəsə deyil, onu götürüb çəkəsən özünə tərəf.
Deməli, fikir çəkmək frazenimizdir. Burada söz birləşməmiz oldu. Bir, fikir çəkmək frazenimizdir. Deməli, xəbər rolundadır. Nə edirdi sualına cavab verir. Fikir çəkmək. Mən əslində burada siz